Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağanın tam mərkəzini, belə deyək, qapısına qədər asfalt və qapısının ağzından marşrut keçən 209 nömrəli məktəbin tam yaxınlığında 6 sot yarım içində belə bir möhtəşəm həyət evimiz çıxıb. 180-200 kvadrata yaxındır. 3 otaq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Onun nəzərinizə çatdıraq ki, marşrut tam qapının ağzından keçir, məktəb də tam qapının ağzındadır. Bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Yaşayışlı kommunallarına qədər var və şəxsi tikilidir. Yalnız bir fasadlanma və abaya ehtiyacı var. Həyətin bir hissəsini də sizlərə təqdim edeyim. Yəni eyni təkrarını sizlərə təqdim edəcəm. Sağlıqlı olaraq evin sağ tərəfini təqdim etmişdik. Keçid edək sol tərəfin təqdimatına inşallah. Sol tərəfinin təqdimatını sizlərə göstərərək keçid edirik evin içərisinə. Zaten mən bunu bir dəfə çəkmişdim, qiyməti yüksək idi. Hal-hazırda qiyməti endirimdədir, 87.000 manatdır. Reallıq olarsa, real müştəri olarsa ev sahibi tərəfindən endirim olunacaq. Burada da bir açıq eyvan var, açıq balkonu var. Və giriş hissəsində sizdə təkrarən göstərək, rahatlıqla həyətə maşın daxil olur. Və keçid edirik evin içəri hissəsinin çəkilişinə inşallah. Qeyd etdiyimiz kimi yalnız bir avroya ehtiyac var. Kim istəsə, baxın da buna. Evdə istilik kombini. Geniş bir koridordur. Koridordan sağ və sol hissələrə otaqlara ayrılır. Buradan keçirik zal hissəsi üçün. Fikir verin. Belə bir möhtəşəm bir zalı var. Böyük bir zalı var. Zal hissəsini sizlərə təqdim edərək. Və keçid edirik digər otaqlarının təqdimatına. Həm tikilişi yaxşıdır, həm evlərin özü yaxşıdır, həm qeyd etdiyimiz kimi yol kənarı, həm də marşrut, məktəb, bunlar hamısı nəzərə alınır. İkinci yataq otağını sizlərə təqdim edirəm.